Hansı iş formasının mənfi tərəfi o idi ki, burada vaxt çatışmazlığı ilə müəllim üzləşirdi? İş forması fərdi. Bəli, doğrudur. Uşaqların sərbəst düşünməsinə real imkanlar yaradan iş forması hansı idi? Sərbəst düşünməsi, bu da fərdi. Doğrudur. Ən yaxın əməkdaşlığın olması, Cütlərlə. kommunikativ bacarığın inkişaf etməsi hansı iş üsulu və hansı iş formasında olurdu? Kommunikativlik, Burada K hərfi qaydası demişdik. müzakirədədir, kommunikativlik. Düzdür müəllimə, yox? Aha, doğrudur. Hə, kommunikativlik oradaydı. İş üsulunda, iş formasında isə kollektiv. Ay, sağ olun, doğrudur. Bu iş formasında uşaqların özünü qiymətləndirməsi zamanı uşaq özünün zəif və güclü tərəflərini müəyyən edə bilir. Söhbət hansı iş formasından gedir? Fərdi. Bəli, doğrudur.